Salam, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz orta sürət, nisbi sürət və eninci saniyədə gedilən yol. Odur ki, vaxt itirmədən başlayaq birinci sualla. Deyilir ki, cismin ani sürətinin qiyməti hansı cihaz ilə ölçülür? Cismin ani sürəti, məsələn, avtomobildə hərəkət edən zaman həmin andakı sürəti ölçən bir cihaz var və həmən cihaza təbii ki, spidometr deyirik. Yəni, spidometr ani sürəti ölçən cihazdır. İkinci sualla davam edirik. Yerə nəzərən sürətləri 120 və 80 olan iki avtomobil qarşı-qarşıya hərəkət edir. İkinci avtomobilin birinci avtomobilə nəzərən sürətinin modulunu hesablayın. Qarşı-qarşıya hərəkət edir demək o deməkdir ki, biri əgər sağ tərəfə doğru hərəkət edirsə, o zaman biri sola doğru hərəkət edir. Yəni, sürət vektorları əks istiqamətdədir. Deməli, ikinci avtomobilin birinci avtomobilə nəzərən sürətini hesablayarkən V2 çıxılsın V1-i hesablayırıq. İndi burada V2 80 km/saatdır. Amma burada diqqətli olmalı olduğumuz bir məqam var. 80-dən biz 120-ni çıxmayacağıq. 80-dən 120 əks istiqamətdə olduğu üçün 80-dən mənfi 120-ni çıxacağıq. Və yaxud da deyə bilərik ki, 80-in üzərinə 120-ni əlavə edəcəyik. Çünki bunlar qarşı-qarşıya, yəni əks istiqamətdə hərəkət edirlər. Əks istiqamətdə hərəkət zamanı birinin digərinə nəzərən sürətinin modulunu hesablayarkən onların sürətlərinin modullarını toplamaq lazımdır. Yəni 80 və 120-ni toplayırıq. Nəticədə sualın doğru cavabı 200 km/saat olmalıdır. Üçüncü sualla davam edək. Yerə nəzərən sürətləri 80 km/saat və 100 km/saat olan iki avtomobil eyni istiqamətdə hərəkət edir. İkinci avtomobilin birinci avtomobilə nəzərən sürətini hesablayın. İkisi də eyni istiqamətdə hərəkət edir. Bax, birinci məsələn 80 ilə hərəkət edirsə, ikinci də həmən istiqamətdə, yəni sağa doğru o da, amma 100 km/saat sürətlə hərəkət edir. Eyni istiqamətdə hərəkət varsa, birinin digərinə nəzərən sürətini hesablayarkən, birinin sürətinin modulundan digərinin sürətinin modulunu çıxmaq lazımdır. Yəni 100-dən 80-i çıxırıq. Bax, əks istiqamətdə olsa 100-dən mənfi 80-i çıxardıq. Amma burada 100-dən müsbət 80-i çıxırıq. Nəticədə birinin digərinə nəzərən sürətinin modulu 20 km/saata bərabər olur. Dördüncü sualla davam edək. 5 desimetr/saniyə sürətlə hərəkət edən eskalator üzərində həmin istiqamətdə eskalatora nəzərən 3 desimetr/saniyə olan sərnişin hərəkət edir. Yerlə bağlı hesablama sisteminə nəzərən sərnişinin sürətini hesablayın. Baxın, eskalator 5 desimetr/saniyə sürətlə hərəkət edir. Həmin istiqamətlə, yəni onunla eyni istiqamətdə 3 desimetr/saniyə sürətlə də sərnişin hərəkət edir. Yəni, həm eskalator, həm də sərnişin eyni istiqamətdə hərəkət edir. O zaman bunların sürətləri toplanmalıdır. 5 desimetr/saniyənin üzərinə 3 desimetr/saniyə gəlirik və nəticədə yerlə bağlı hesablama sistemində sərnişinin yerə nəzərən sürəti 8 desimetr/saniyə olur. Yəni, bunu belə düşünə bilərsiniz. Məsələn, metroda eskalatorlara fikir versək, əgər biz eskalator üzərində hərəkət ediriksə, yəni eskalatorla eyni istiqamətdə hərəkət ediriksə, yuxarı qalxırıqsa, o zaman biz yerdə olan adama baxanda daha sürətlə hərəkət edirik. Nəinki eskalatorun üzərində dayana. Yəni, eskalatorun üzərində adam dayanırsa, o daha yavaş görünür. Eskalatorla eyni istiqamətdə adam yuxarı qalxırsa, o daha sürətli görünür. Çünki eskalatorla eyni istiqamətdə hərəkət etdiyimiz zaman yuxarıya daha tez çatırıq və sürətimiz yerə nəzərən daha çox olmuş olur. Amma əks istiqamətdə hərəkət etsəydik, təbii ki, sürətlər çıxılmalıydı. Davam edək 5-ci sualla. Eskalator 0,6 metr/saniyə sürətlə hərəkət edir. Bu eskalator üzərindəki sərnişin onun hərəkətinin əksi istiqamətdə eskalatora nəzərən 0,4 metr/saniyə sürətlə hərəkət edərsə, yerlə bağlı hesablama sisteminə nəzərən sərnişinin sürətini hesablayın. Bax, düşün ki, eskalator yuxarı doğru qalxır və yaxud da eskalator aşağı doğru düşür. Sən isə yuxarı qalxmaq istəyirsən və ya tərsinəsi eskalator aşağı düşür, sən yuxarı qalxmaq istəyirsən.
Yəni eskalatorla əks istiqamətdə hərəkət etməyə çalışırsan. Bu zaman təbii ki, sürətlər çıxılmalıdır. Yəni sən əgər eskalatorla əks istiqamətdə hərəkət edirsənsə, eskalatora nəzərən əks istiqamətdə hərəkət edirsənsə, o zaman yerə nəzərən sürət tapılarkən bu sürətlər çıxılmalıdır. Yəni 0,6 metr bölü saniyədən 0,4 metr bölü saniyəyə çıxacaq və yerlə bağlı hesablama sisteminə nəzərən sərnişinin sürəti 0,2 metr bölü saniyə olacaqdır. 6-cı sualda, bax, çay məsələləri ilə, yəni çayda hərəkət ilə eskalatordakı hərəkət bir-birinə oxşuyur. Nə mənada? Əgər çayla eyni istiqamətdə hərəkət etsən, çayın sürəti ilə sənin sürətin toplanır. Eskalatorda da eyni qaydada. Yox, əgər çayın əksi istiqamətində üzürsənsə, sənin sürətindən çayın sürəti çıxılır. Eskalatorda da eyni qaydadır. İndi baxaq görək burada nə deyir? Deyir ki, üzgüçü çay axınının əksinə üzür. Bax, çayın əksinə üzürmüş. Üzgüçünün suya nəzərən sürətinin 2,5 olduğunu verir. Çayın axın sürətinin isə 1 metr bölü saniyə olduğunu deyir. Üzgüçünün sahilə nəzərən sürətinin modulunu hesablayın. Nə dedi ki, əks istiqamətdə üzərkən sənin, yəni üzgüçünün sürətindən çayın sürətini çıxmaq lazımdır. Yəni 2,5 metr bölü saniyədən 1 metr bölü saniyəni çıxırıq və nəticədə üzgüçünün sahilə nəzərən sürəti 1,5 metr bölü saniyə alınır. 7-ci sualda orta sürəti 18 km bölü saat olan velosipedçinin 4 saat ərzində getdiyi yolu hesablayın. Gedilən yolu hesablamaq üçün orta sürəti nə etmək lazımdır? Zaman müddətinə vurmaq lazımdır. Buradan da biz yaza bilərik. Orta sürət 18 km bölü saat, zaman müddəti 4 saat. Bunları bir-birinə vurduğumuz zaman gedilən yol 72 kilometrə bərabər olacaqdır. Davam edək. 8-ci sualla. 5 dəqiqə ərzində 6 kilometr yol gedən avtomobilin orta sürətini hesablayın. Orta sürəti hesablamaq üçün ümumi yolu ümumi zaman müddətinə bölmək lazımdır. Ümumi yol 6 kilometr. Bunu metrə çevirsək 6000 metr yaza bilərik. Burada da verib 5 dəqiqə. 1 dəqiqəmiz 60 saniyədir. 5 dəqiqəmiz isə 300 saniyəyə bərabərdir. Ona görə burada zamanı yerinə 300 saniyə yazıram. 6000-i 300-ə böləndə alınır 20. Deməli, orta sürət 20 metr bölü saniyəyə bərabərdir. 9-cu sualda saniyə ölçənin göstərişinə əsasən 90 metr yolda cismin orta sürətini hesablayın. Orta sürəti hesablamaq üçün deməli, ümumi yolu ümumi zaman müddətinə bölmək lazımdır. İndi baxaq görək ki, burada zaman müddəti nə qədərdir? Baxın, bura 15 yazıb, düzdürmü? Bura isə 0 ilə 15-in tam ortasıdır. Burada da 2 bölgü var. Daha doğrusu, tam orta deyil. Baxaq indi bura. Bax, bu aralıqların hər birinə x desək. Bax, burada x olsun. Bunların hər birinə x desək. Neçə x var? 1, 2, 3, 4, 5x var. 5x əgər 15-ə bərabərdirsə, o zaman biz buradan x-in 15 bölü 5-dən 3 olduğunu taparıq. Yəni, hər bir bölgü 3-ə bərabərdir. Baxaq görək ki, doğru alınacaqmı? Hər bir bölgəyə 3 desək, bax, bura 3 olar, sonra 6, 9, 12 və 15. Deməli, bu saniyə ölçənin göstərişi neçəni göstərir? 9-u göstərir. Yəni, zaman müddəti 9-a bərabərdir. Yolu 90 metr verdi. Zaman müddətini 9 saniyə, 99-a bölərik, bu orta sürət alınar 10 metr bölü saniyə. 10-cu suallı davam edək. Maddə nöqtə ABCD trayektoriyası üzrə hərəkət edərək A nöqtəsindən D nöqtəsinə 4 saniyəyə çatırsa, onun yola görə orta sürətini hesablayın. Yola görə orta sürəti hesablamaq istəyiriksə, birinci növbədə yolun özünü bilmək lazımdır ki, nə qədərdir? 4 metr, üzərinə 8 metr gəlirik, onun da üzərinə 4 metr gəlirik. Nə qədər oldu? 16 metr. Deməli, yol 16 metrə bərabərdir. Yola görə orta sürəti tapırıqsa, 16 metri bölürük zaman müddətinə, yəni 4 saniyəyə. Buradan da orta sürət alınır, 16 bölü 4-dən 4 metr bölü saniyə, yəni D variantı. 11-ci sualda, suya nəzərən 8 metr bölü saniyə sürəti olan motorlu qayıq çayın axını istiqamətdə bərabər sürətlə hərəkət edir.
Çayın axın sürəti 2 metr bölü saniyə olarsa, qayıq 5 saniyə ərzində nə qədər yol gedər? İndi qayığın çayın axın istiqamətində hərəkət etdiyini görürük. Axın istiqamətində hərəkət edirsə, o zaman yerə nəzərən sürət tapılarkən çayın sürəti ilə qayığın sürəti toplanılır eyni istiqamətdə hərəkət edən zaman. Bu nəyə bərabərdir? Çayın sürəti 2 metr bölü saniyə, qayığın sürəti 8 metr bölü saniyə və bunlar toplanılır, sürət alınır 10 metr bölü saniyə. Deməli, yerə nəzərən sürət 10 metr bölü saniyədir. Bizə lazımdır gedilən yol. Gedilən yolu da hesablamaq üçün S bərabərdir VT yaza bilərik. Buradan S bərabərdir. Sürəti 10 metr bölü saniyə tapdıq. Zaman müddətində 5 saniyə verir. Onu da 5'ə vurarıq və burada gedilən yolun 50 metrə bərabər olduğunu görərik. Gəldik 12-ci suala. Suya nəzərən sürəti 8 metr bölü saniyə olan motorlu qayıq çayın axını istiqamətində bərabər sürətdə hərəkət edir. Çayın axın sürəti 2 metr bölü saniyə olarsa, qayıq 240 metr məsafəni nə qədər vaxta gedər? İndi burada yenə eyni istiqamətdə hərəkət görürük. Çayın axını istiqamətində hərəkət edir. Ona görə burada sürəti taparkən çayın axın sürəti ilə qayığın sürəti toplanılır və nəticədə sürət alınır 10 metr bölü saniyə. Zamanı verib yolu verib 240 metr. Yazıram S bərabərdir 240 metrə. Biz V bərabərdir S bölü T olduğunu bilirik və buradan T-ni tapacağıq. T bərabərdir yazırıq. S bölünsün V. Bu da bərabərdir. S nə qədərdir? Yəni yol nə qədərdir? 240 metrdir. Sürəti isə 10 metr bölü saniyə tapdıq. 240'ı da 10'a bölərik və burada zaman müddəti 24 saniyəyə bərabər olar. Deməli, sualımızın doğru cavabı D variantı olacaqdır. 13-cü sualda hansı cismə nəzərən A cisminin sürəti ən böyükdür? Baxın, A cisminin X oxu istiqamətində hərəkət etdiyini görürük. Məsələn, A cisminin sürətinin tutalım ki, 5 metr bölü saniyə olduğunu fərz edək. İndi birinci cismin sürəti bundan daha kiçikdir. Çünki demişdik ki, qrafik nə qədər S-ə yaxındırsa, onun sürəti daha böyükdür. Yəni, A cisminin sürəti böyükdür. Birinci cismin sürəti isə kiçikdir. Məsələn, bunun sürətinin, yəni birinci cismin sürətinin 4 metr bölü saniyə olduğunu fərz etsək. İndi, hansı cismə nəzərən, məsələn, birinci cismə nəzərən A cisminin sürətini tapanda, bu 5 idi, bu 4'dür. Çıxanda 1 olur. Məsələn, bunun sürətinin 3 metr bölü saniyə olduğunu tapaq. Nə olacaq? 5'dən 3'ü çıxarıq, 2 metr bölü saniyə. Amma bu aşağıda yerləşən bu cismə baxsaq, yəni X oxunun əksi istiqamətində hərəkət edən cismə baxsaq, X oxunun əksi istiqamətində hərəkət etdiyi üçün bunun sürəti -5 olmalıdır. -5 metr bölü saniyə. Bu 5-ci cisimdir. Məsələn, A cisminin 5-ci cismə nəzərən sürətini tapanda 5'dən, yəni A cismindən bunun sürətini çıxırıq. Amma bu -5'dir. 5'dən -5'i çıxdığımızda 10 alınır. Gördüyümüz kimi, əgər cisimlər əks istiqamətdə yerləşirsə, birinin digərinə nəzərən sürətinin modulu böyük olur. Amma eyni istiqamətdə hərəkət edəndə kiçik olur. Məsələn, bu 5'dir, bu 4'dür. Çıxanda 1 alınır. Amma bu 5'dən bu -5'i çıxsaq, 10 alınır. Deməli, 5-ci cismə nəzərən A cisminin sürəti ən böyükdür deyə bilərik. Buna görə də sualımızın doğru cavabı D variantı olacaqdır. 14-cü sualda. Durğun suda sürəti 10 metr bölü saniyə olan qayıq çayın axının əksi istiqamətində üzür. Çayın axın sürəti 2 metr bölü saniyə olarsa, qayıq 5 saniyə ərzində neçə metr yol gedər? İndi, durğun suda bu adamın sürəti 10 metr bölü saniyə olurmuş. Yəni, qayığın durğun sudakı sürətinin 10 metr bölü saniyə olması o deməkdir ki, qayığın öz sahib olduğu sürət 10 metr bölü saniyədir. İndi, axının əksi istiqamətində üzür. Əksi istiqamətində üzəndə demişdik ki, sürəti tapmaq üçün qayığın sürətindən çayın sürətini çıxmaq lazımdır. Qayığın sürətinin 10 metr bölü saniyə olduğunu dedik. Çayın axın sürətinin 2 metr bölü saniyə olduğunu dedik. Nəticədə bu adamın yerə nəzərən sürəti 8 metr bölü saniyə olacaqdır. İndi qayıq 5 saniyə ərzində neçə metr yol gedər? Təbii ki, bunu S bərabərdir VT-dən düşünə bilərik. Sürətin qiyməti 8 metr bölü saniyə.
Zamanın qiymətini nə qədər verir? 5 saniyə verir. Buradan saniyələr zaten gedər. 8 ilə 5'ə vurarıq, alınar 40 metr. Beləliklə, bu videonun da sonuna gəlmiş olduq. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.